Salam aleykum əziz xalqımız, hər birinizi salamlayıram. Bugün bizim üçün çox ağır bir gündür. Qurtuluş ailəsinin ağır bir itkisi olub. Bu itki deyərdim ki, nəinki Qurtuluş ailəsinin, eyni zamanda xalqımızın itkisidir. Nəsimi Nəbzadəni itirdik. Və qeyd etmək istəyirəm ki, baxın, Nəsimi Nəbzadə bizim hörmətli, çox sevdiyimiz, ağsaqqal dediyimiz bir qardaşımızdır. Lakin biz ona nələr vəd vermişdik. Baxın, bir gün öncə onun dişi qoyuldu. Həccə bitirdikdən sonra 2 ay sonra həccə gedirik birlikdə. Ona maşın hədiyyəsi var idi. İşlə təmin olunmaq və zəfər günü onun toyuydu. Hansı ki, bu kimi şeyləri biz vəd vermişdik və vədimizdən biri də oydu ki, birlikdə çiğ-çiğnə xalqımızı maarifləndirək, gəncləri, dövlətimizi bu bəladan birlikdə qutaraq. Lakin buna baxmayaraq, 2 gün öncə Nəsim müəllim gəzmək istər, kürəyim gəzmək istəyir. Mən də bunu apardım Targovya. Orada restoranda oturub yemək yiyəcəyimiz süfrədə mən üzr istəyirəm, ayaq yoluna getdim. Qayıtdım ki, Nəsim müəllim yox. Sırf gedib. İndi Nəsimi qardaşıma buradan səslənirəm, əziz qardaşım, hörmətli qardaş. Təbii ki, burada mənim də səhvim var ki, hansı ki, başqa pasiyentləri biz necə qoruyuruq, harasa gedəndə tək aparmırıq, yanında bir neçə nəfər deyir ki, bu xəstə fikrin gəlməyə labüddür. Amma Nəsim müəllimin bu təcrübəsi, alicənablığı bizi aldatdı. Bir növ xəstəlik bununla bizi aldatdı. İnandım və mən tək arxayın çıxartdım, Nəsim müəllim yoxa çıxdı. Və qardaşıma səsləndim ki, inanıram ki, qaydasınız. Nəsim müəllim, mən sizi orada vallahi 4 saat gözlədim. 4 saat restoranda oturum ki, Nəsim müəllim qaydacaq. Xəstə fikirdir, gəldi, apardı, amma qaydacaq deyə gözləyirdim vallahi. Yəni, yenə də gözləyirəm mən sizi. Sizin heç bir günahınız yoxdur, bu xəstəlikdir. Mən bilmə bu videonu çəkirik ki, əziz xalqımız, baxın, bu xəstəlik budur. Nəsim müəllimi yenə apardı. Amma inşallah ki, ümid edirəm qaydacaq. Buyurun Ceyhun qardaşımız. Salam əleykum, hamıya salamlayıram. Mən ən üzücü odur ki, Nəsim müəllim 4 aydır bu prosesin içindədir və proqramdan kifayət qədər xəbərdar bir insan idi. Ali savadlı insandı. O da gözəl bilirdi ki, yəni proqram yarımçıq işləmirdi, yəni natamam işləmirdi. Onun da 3-2-sin keçmişdi, 4 ay keçmişdi. Cəmi cümlətanı ən asan aylar qalmışdı. 5-ci ay, 6-cı ay ən asan aylar.